Ustad, şeytanın Ramazan ayında zəncirlənməsi doğrudurmu? Bəli, Allahın Maraqlısı. salamı olsun əzizlərimizə. Bəli, Peyğəmbərimizin mübarək o Şabaniyə xutbəsini əgər tapıb oxusalar çox gözəldir mübarək Ramazan ayında. bəli. Peyğəmbərimiz o Şaban ayının axırıncı cüməsi idi, müsəlmanlara xütbə edir. Ravisi də Əmir əl-Möminindir. Əleyhissalam nəql edir və geniş də orada Bəli. buyurur ki, bəli, şeytan bu ayda zəncirlənibdir. Əl-qolu zəncirlənibdir. Amma insan, yəni o bu cür nə deyir ki, günahlara nisbətdə etinasız olsun, desin ki, şeytan daha zəncirlənib, mən günaha düşməyəcəm. Belə deyil. Nəfs də var Bəli. və insanlardan olan şeytan da var. İnsanlardan olan şeytanlardan muraqibət eləmək lazımdır. Hər kəslə oturub durmaya, hər kəs ki, insana Allahı xatırladır, hədislərdə gəlib ki, onlarla oturub durmaq. Ki, əbədi bir adam istəyir, əgər əbədi saadətə çatsın, ona görə buyururlar, ər-rəfiq summət təriq. Əvvəl dost, sonra yol. Yaxşı yoldaş həmişə adamı məqsədə çatırdır, adam moizə eləyir, adamı günahdan çəkindirir, bu cürlə. O da mütləq, bəzən mümkündür, şeytanın əl-qolu bağlıdır, amma pis adamlarla oturub dursan, heç bir fərqi yoxdur. Elə o şeytanın görəcəyi işlər, onlar görəcəklər. Onlar görəcəklər. Hissdə də var, işarə olunub ki, insanın nəfsi oğrudur. Hər kimlə oturub dursan, istər-istəməz onunla xüsusiyyətləri oğruyursan. Dəqiq. Bir adam ki, məsələn, dilinlə günah eləməyi, gözünlə günah eləməyi adi bir şeydir. Məsələn, sosial şəbəkələrdə hər nəyə gəldi baxmaq onun üçün adi bir şeydir. Bunun üçün də adi olacaq. Ondan oturub dursa, onun üçün də hər şey adiləşəcək.